Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Bugün mən sizə yumurtalıqların kistaları haqqında məlumat vermək istəyirəm. Yumurtalığın kistaları iki cür olur. Funksional və qeyri-funksional. Funksional kistlər ona deyilir ki, onlar öz-özlərinə yoxa çıxırlar. Məsəl üçün, folikulyar kista, sarı cismin kistası. Folikulyar kista öz-özünə sorulub gedir, gecikmiş, partlamamış folikul gələn siklə adətən qalmır və öz-özünə sorulur. Sarı cismin kistası isə hamiləlik dövründə olur və o da hamiləliyin 12-ci, 13-cü həftəsində öz-özünə gedir. Qeyri-funksional kistalar isə iki cür olur. Bunlar xoş xassəli və bəd xassəli kistalardır. Ona görə əziz qadınlar, əgər sizə ultrasəsdə kista diaqnozu qoyulubsa, həmin dəqiqə ginekoloqa müraciət edin. Ginekoloq onun hansı xarakterdə olduğunu bilib sizə müalicə yazacaq. Qeyri-funksional kistalar müalicə olunurlar. Onlar ya medikamentoz yolla müalicə olunur və yaxud da ki, cərrahi yolla müalicə olunurlar. Adətən həkimlər çalışırlar ki, cərrahi əməliyyata gedilməsin, əgər bəd xassəli deyilsə. Əziz qadınlar, həkimlərinizə inanın, müayinələrə gedin və əgər sizdə kista varsa, müalicə olunun. Diqqətinizə görə çox sağ olun.